WhatsApp Messenger'ına bir sıra yeni funksiyalar əlavə edilib. Doğru Xəbər Azərbaycan bildirir ki, yeniliklər buraxılmış zənglər üçün səsli və video mesaj buraxmaq imkanı, qrup zənglərində emoji reaksiyaları, status bölməsi üçün interaktiv stikerlər və süni intellekt alətlərinin yenilənməsini əhatə edir. İstifadəçi zəngə cavab vermədikdə, zəng edən şəxs birbaşa chat vasitəsilə qısa səsli və ya video mesaj göndərə biləcək. Qrup səsli zənglərində emoji reaksiyaları danışanın nitqini kəsmədən münasibət bildirməyə imkan verir. Video zənglərdə isə aktiv danışan avtomatik ön plana çıxarılır. Bundan əlavə, süni intellekt alətləri təkmilləşdirilib. Mətn sorğuları əsasında daha detallı şəkillər yaratmaq və paylaşılan görüntüləri qısa animasiyaya çevirmək mümkündür. Status bölməsində əlavə edilən emoji və sual stikerlərini göndərilən cavablar yalnız status müəllifinə görünür və aktivlik bölməsində idarə olunur. Oxşar funksiya kanallarda da tətbiq edilib. Şirkətin məlumatına görə yeni funksiyalar iOS, Android və masaüstü platformalarda mərhələli şəkildə istifadəyə verilir və onların əlçatanlığı istifadəçinin cihazı və bölgəsindən asılıdır.